deyirdilər ki, axı biz vətən həsrəti ilə yazırdıq şeirləri. Dedilər vətən də alındı, ay şairlər, indi nədən yazasınız? Dedim hələ yazılanlar buradan belə yazılacaq. Ramil Ağaoğlu, mənim mahnımı deniyim, yavaş-yavaş. Neçə ildi qucağına həsrətəm, vətən sənin görüşünə gəlmişəm. Odu sönmüş ocağına həsrətəm, vətən sənin görüşünə gəlmişəm. Gəlmişəm ki, küsmüsənsə barışım, gəlmişəm ki, dərdlərimi danışım, ölən günü torpağına qarışım, vətən sənin görüşünə gəlmişəm. Çox doğmadı bu dərələr, bu dağlar, məlhəmimdir ayna gözlü bulaqlar. İndi daha yaxın oldu uzaqlar, vətən sənin görüşünə gəlmişəm. Gəlmişəm ki, daş üstünə daş koyum. Gəlmişəm ki, Emin müəllim, yaş üstünə yaş koyum. Öləndə də torpağına baş koyum. Vətən, sənin görüşünə gəlmişəm. Qoy var olsun Azərbaycan əskəri, min yaşasın ordumuzun rəhbəri. İndi daha unudur o dərdləri, vətən, sənin görüşünə gəlmişəm. Allah bir daha bütün Azərbaycanımızı var eləsin. Yaşasın tarix yazanlar. Amin. Yaşayaq və yaradaq. Mən inanam ki, bizim görüşlərimiz tez olacaq sizlərlə inşallah. Çünki Bərdənin də incinməz bir tarixi var. Bərdənin də özəlliyi var, gözəlliyi var. O gözəllikləri biz hər yanda kəşf edirik. Elə inanıram ki, biz artıq bu səfərimizdə, bu gəlişimizdə yenidən bir dostluq kəşf elədik. Yeni bir dost qazandıq və inşallah o qazandığımız dostumuzu daimi qoruyub saxlayarıq. Minnətdarıq sizə. Teşekkür edeyim. Gəldiyiniz üçün.